Səs açın müəllimlər, səs açın. Səsləri açın. Görürüm. Səsləri açın, müzakirə eləyək. Testin müzakirəsini eləyək. Əla. Deməli, birinci suala baxaq. Məşq yükü komponentlərinin və ya hərəkətlərin intensivliyinin dəqiq bir diapazonda icrası ilə səciyyələnir. Nəzərdə tutulan metod hansıdır? Hacıbol müəllim, hansı metoddan söhbət edərsiniz sizcə burada? Məncə interval metodundan. Bəli, interval metodu. Çünki dəqiq bir diapazondan söhbət edir. Bəli, əla, əla. İkinci sual. Məşq yükünün sabit dəyişməyən intensivlikdə nisbətən uzun müddət ərzində yerinə yetirilməsi. Tural müəllim, hansı metoddan söhbət edir burada? Sabit dəyişməyən, uzun müddətdə. Adından bilinir. Bəli. Adından Bəli, Rəvan metodu. Bəli, rəvan metodu, sabit dəyişməyən metod. Üçüncü sual. Bəli, rəvan. Bəli, bir sıra metodlardan istifadə etməklə xüsusi seçilmiş hərəkətlər kompleksinin yerinə yetirilməsi. dairəvi metodudur. Bəli, dairə metodu, əla, qəşəng başa düşmüşük. Əvvəlcədən təyinatı müəyyən edilmiş məşq yükünün idmançı orqanizmin iş qabiliyyətinin bərpası üçün kifayət edəcək istirahət intervalında çoxsaylı icrası. Hansı Bəndi, təkrar metodu. Təkrar metodu. Bəndi. Bəli, əla təkrar Bəli. metodu. Çünki dəqiq konkret bir vaxt diapazon yoxdur, interval yoxdur. Hərəkətlərin yarış qaydalarına riayət etməklə mümkün olduğu qədər yüksək intensivliklə yerinə yetirilməsi. Hansı metoddan söhbət edər sizcə? Bəli, Nəzarət deyil bu. yarış metodu. Bəndi. Bəli, yarış metodudur. Deyir axı, yarış qaydalarına riayət etməklə. Yarış metodu. Aha. 6-cı suala baxaq. Hərəkətlərin icra sayı hərəkətin icrasında iştirak edən əzələlərdə yorğunluq hissi yaratmalıdır. Məhz bu amil əzələlərin strukturunda, əzələ riflərində dəyişikliyə, onların qalınlaşmasına səbəb olar. Hansı metoddan söhbət edir? Bəndi, imtinaya qədər. Bəli, imtinaya qədər əzələlərin qalınlaşması və sair qüvvə hərəkət qabiliyyəti imtinaya qədər. Yeniyetmə idmançıların hazırlanmasında əsas metod hansı metod? Oyun. Oyun metodu. Oyun deyil. Əla. Hərəkətlərin maksimum intensivliklə yerinə yetirilməsidir. Yəni məşqçi idmançıya nəzarət edəcək. Adına Nəzarət. Bəli, Mən məşqçi nəzarət. doğru. Nəzarət bəndi. İmtinaya qədər metodu hansı hərəkət qabiliyyətlə bağlı oldu? Bayaq dedik. Qüvvə hərəkət qabiliyyəti sıx bağlıdır. Yaxşı, 10-cu suala baxaq. 10-cu sualı müzakirə eləyin. Dairəvi metod hansı hərəkət qabiliyyətlə bağlı olar? Dairəvi metod sizcə məntiqlə düşünəcəyik bunu. Düzdür, hərəkət qabiliyyətlər mövzusunu keçməmişik, amma sadəcə məntiqimizə işə salaq. Dairəvi metod hansı hərəkət qabiliyyətlə bağlıdır? Sürət, güc, dözümlülük, çeviklik. Sürət, güc, əlgənlik, sürət. Sürət, güc, əlgənlik, dözümlülük. Digər variantlara da baxaq. Sürət, güc, əlgənlik, qüvvə. Sürət, güc, əlgənlik, çeviklik. Sizcə? Dairəvi metod. Aha. Bir sıra seçilmiş hərəkətlər kompleksi. Yadımıza salaq. Seçilmiş hərəkətlər. Aha. Çeviklikdə olmalıdır elə bir. Çeviklik var. Qəşəng, çeviklik var. Sonra Dözümlülük də var. Sürət gücü də var. sürət gücü Sürət var. gücü də var.